Hər vaxtınız xeyir olsun. Deməli, So Do I, Aynura Həmidovanın 2025-ci il mövzu sınağını izah eləyəcəm. Bir dəqiqə. So do I, short answers. Gəldik bura. Burada demişik ki, əsas işimiz nədir? Not inkarlıq görürəmsə, ya Ayza axtararam, ya da Nayza axtararam. Bu American English'da either, neither kimi oxunur. British English'da either, neither kimi oxunur. Və mütləq axtardığım to bilirik ki, təsdiqə cavabdır. Yəni, burada mütləq təsdiq olmalı. To-nu sildim, so-nu sildim. Qaldı bir dənə naizəmiz. But olan bağlayıcı tərsi nədir? Əgər yuxarıda inkardırsa, but-dan sonraki təsdiq olacaq. Ona görə ikini seçə bilərəm. Gəldim bura. Bir də naizəni seçərəm. Burada will-dirsə, mütləq ki, mənim də feiliyim, yəni köməkçi feilim will olmalıdır. Amma notu da nəzərdə tutub, naizə, ayzə və batı seçə bilərəm. Gəldik bura. Burada feilimiz to be-dir. Əlbəttə ki, to be-ni də yazmalıyam bura. Görürük ki, hamısı da to be-dir. Gəlirik, təsdiqdədir, not yoxdur burada. Ona görə naizəni silərəm. Qaldı so, to və but. To olan yerdə inkar hissəcik işlənməz. Gəldik so am I və but I am not. Bayaq dediyim kimi, yuxarıda təsdiqdirsə, but-dan sonra inkar işlənməlidir. Gəldik bura. Bir dəqiqə. Yaxşı. Baxdıq bura. Modal olan yerdə, bax, mütləq modal var. Cavabı da modalla verilir. Does modal deyil. Can olar, can olar, can olar, can olar. Can təsdiqdədir. Ona görə naizə, ayzə mənə lazım deyil. So ilə, baxaq, so ilə can işlədə bilmərəm. Ayzəni çıxarıq. So ilə inkar işlədə bilmərəm. Qaldı bir dənə Y variantı. So can my sister. Gəlirik bura. Feilimiz makes-dir. Demişdik ki, bir dənə feil varsa do və ya does axtararam. Gəldik bura. Burada təsdiqdir. But-dan sonra mütləq yuxarıdakının əksi olmalıydı. Ona görə birinci variantı çıxaram. Hers does to təsdiqlərlə işləyir və əlbəttə ki, does köməkçi feil düzgündür. Yuxarıdakı təsdiqsə neither işlətmərəm. So does mine doğrudur. Gəldik bura. Yenə admires təsdiqdədir. İndiki zamandadır. Does feillərim doğrudur. Təsdiq olduğu üçün ayzəni işlətmərəm. Sonra naizəni işlətmərəm. Qaldı 3 və 4. But olan yer yuxarının inkarını istəyir. Yəni təzadını. So does her friend doğrudur. Yəni yuxarıda təsdiqdirsə so-nu, to-nu, also-nu və as well-i verə bilərik. Gəldik bura. Walk hansı zamandadır? İndiki zamanda və təsdiqdədir. Onda naizəni çıxaram, ayzəni çıxaram və indiki zamanda does doğru zamandır, amma burada to var. İnkar verə bilmərəm. To təsdiqlərlə işlənir. Qaldı bir dənə. Baxaq. Yox, bu deyil. Niyə? Çünki does gəlməliydi mübtədadan önə. So, does his father düzgün variant B. Çünki düsturumuz budur. So, do, I. So, köməkçi feil və mübtəda. Sonra WhatsApp-larımız dayanmır, maşallah. Gəldik bura. Nevə olan yer bizə inkarlıq istəyir. Yəni, naizə, ayzə axtarıram. Nevə varsa so və to-nu çıxarım. Qaldı 1 və 3-cü cavab. Gəldik bura. Bir dəqiqə. Gəldik bura. İnkar var.
İnkar məndə cavab qaytaracağım. Nayzə, to ilə inkar işlənməz, so ilə işlənməz və nayzə. Birincisi, nayzə olan yerdən not işlədə bilmərəm. Qaldı nayzə do I. Çünki nayzə özü inkardır, ondan sonra feil inkarda olmaz. Gəldi bura. These trousers are too expensive. Burada feilim təsdiqdir və to be-dir. To be-lər istəyirəm, do istəyə bilmərəm. Çünki to be varsa to be ilə də geri qayıtmalıyıq. Təsdiqdədir, nayzə yaza bilmərəm. So özü inkarla işlənə bilməz. Qaldı variant B. Sonra is sleeping'dir bu. Sözsüz ki, indiki davam edici zaman. Mən də is axtaracağım. Müəllimə nə bilim ki, isdir yoxsa has'dir. Has olardısa ya verb 3 ya da ki id alardı. Burada ing alıb. Demək ki, indiki davam edici zaman isdir burada köməkçi feilimiz. Və təsdiqdədir. Təsdiqdə olduğu üçün axtarıram. Zaten təsdiq və təsdiqdir. Amma has mənə lazım deyil. Çünki mən yuxarıda izin qısalmışını görürəm. Bayaq dediyim kimi ing varsa demək bu izdir. Ona görə düzgün cavab 2 və 3. Have-dən sonra feil gəlib. Öyrətdiyim kimi. Have-dən sonra feil gələrsə cavabı have-lə qaytararam. Do does-la qaytara bilmərəm. İnkardırsa nayzə axtarıram. Ona görə olur nayzə have I. So'lar inkarlara cavab vermir. Gəlirik bura. Went hansı zamandır? Keçmiş. Ona görə cavabı did köməkçi feilini axtarıram, amma təsdiqdir. Təsdiq olarsa ayzə nayzə seçə bilmərəm. So did we did to olacaq. So həmişə əvvəldə, to həmişə sonda gələr. Have-dən sonra feil gəlməyib. Ona görə geri qayıdacağım do did does-la. Ki, hamısı do did does-dır. Təsdiqdədir. Nayzəni çıxaram, ayzəni çıxaram. To ilə zaten inkar işlənməz. İndi gəldik mübtəda xəbər yerinə. Zaten so ilə inkar işlənməz. Həm də mübtəda xəbər yerində demişdik ki, burada düstur nədir? So, köməkçi feil və mübtəda. Yəni so do I, so did my teacher. Belə olmalıdır. Yine had to. Yine did axtaracağım. Və təsdiq. Təsdiq olduğu üçün nayzəni çıxıram, ayzəni çıxıram. Had to-nun təqi, yəni köməkçi feili had-lə verilə bilməz. Çünki burada feil yoxdur. So did Alison. Yine had verib burada yanlışdır. Düzgün variant A. So did Alison. Has var və feilin 3-cü forması var. Has already cleaned. İndiki bitmiş zaman. Cavabı da have has-lə verməliyəm. Did-lə verə bilmərəm. Təsdiqdədir. Nayzə, ayzə işlədə bilmərəm. Və demişdik ki, but yuxarıdakının inkarını istəyir. İnkar etməyib, təsdiq verib. Ona görə so have we olmalıdır. Çünki but yuxarıdakı feildən əksini yazmalıyıq. Yuxarıdakı feilin əksinə. But varsa axı demişdik, təzad bildirir but. Qarşı tərəfin təzadını. Didn't-dır. Biz demişik ki, inkar cümlələrin sonunda yalnız ayzə yazıla bilər. Onu yadınızda saxlayın. Don't-dursa inkardır. Gəlirəm bura. İnkardırsa ya ayzə axtarıram, ya nayzə axtarıram. To təsdiqdədir. Ayzə olan yer özü not ala bilər. Nayzə olan yer təsdiq feil alır. Ayzənin qarşısında not gəlməlidir. 3 və 4. Gəldik bura. I am working. Ona görə do istəmirəm. Çünki mən burada to be işlətmişəm. To be işlətmişəmsə burada əmzar. Cavabda da to be verməliyəm. Is, are. Təsdiqdə olduğu üçün ayzəni silərəm. Colleagues cəmdədir. İz verə bilmədiyim üçün are. So are my colleagues. I can't play the piano. İnkardır. İnkardırsa solları çıxdı. Mənə ayzə lazımdır. Ayzə lazımdır. To ilə inkar işlədə bilmərəm.
Neither varsa inkar fiil verə bilmərəm. Zaten özü inkarlıqdır. Amma either burada inkar istəyir. Ona görə variant qalır B. Has'dan sonra fiil var. Demək, has'dan sonra fiil varsa birinci fiillə işləyəcəm. Do'ları çıxarım. Has. Və təsdiqdə olduğu üçün neither ilə either'ni çıxaram. Qaldı do. Yadımızda saxlayaq da. İnkar varsa either axtarıram. Təsdiq varsa əksinə either'ni çıxıram. Asan yol budur. Tez sürətli işləmək üçün. Vəssalam. Gəldik bura. Haven't tried. Demişdik ki, have'dən sonra fiil gələrsə cavabı have-lə veririm. Have. Verib. Axtarım. İnkardır. İnkardırsa mənə either lazımdır. Birincisi neither cümlənin sonunda gələ bilməz. Neither həmişə əvvəldə gəlməlidir. Gəlirəm bura. Neither özünə sonra inkar fiil almaz. So silərəm, to silərəm. Qaldı A variantı. Çünki either inkar cümlənin cavabındadır və özündən qabaq fiili inkarda istəyir. Neither of them spoke during the journey. Demək, bura inkardır. İnkar olduğu üçün zaten mən inkarlıq axtarım. To inkarda işlənməz, so inkarda işlənməz, also inkarda işlənməz. Either'nin qarşısında not verilməlidir. Neither did I oldu. Did nəyə görə oldu? Fiil keçmişdədir ona görə. Deməyin ki, müəllimə axı fiil özü təsdiqdədir. Onun inkarlığını bu göstərdiyi üçün mən də neither ilə cavab verirəm. Gəldim bura. Hardan bilək ki, bu fiil indiki zamanda yoxsa keçmiş? Dinner üçüncü şəxsin təkidir. It olduğu üçün fiili s qoyulmalıydı indiki zamanda. Demək, bu keçmiş zamandır. Ona görə indikiləri silərəm. Qaldı 1 və 4. Gəlirik bura. İnkarlıq var. Nev olduğu üçün mən burada təsdiqləri çıxarım. Have-dən sonra fiil gəlib. Fiil gəlibsə cavabı da did-nə yox, has-lə verərəm. But she hasn't deyə bilmərəm, but she has deyərəm. Niyə? Çünki but verdimsə, yuxarıdakı cümlənin təzadını verməliyəm. Yuxarıda inkar veribsə, aşağıda da inkar verə bilmərəm. Gərək tərsin olsun. But she has olsun. Gəlirik bura. Burada will not var. İnkarlıq və köməkçi feilim will'dir. İnkar varsa mənə ya either lazımdır, also təsdiq üçün işlənir. To təsdiq üçün işlənir. But yuxarıdakı feilin əksinəsi olmalıdır. Will olmalıydı. Ona görə bu variantı da çıxaram. Gəldik bura. Either özündən qabaq mütləq not almalıdır. Ona görə A variantı qaldı. Gəldik bura. Doesn't inkarlıq bildirir. Doesn't need. Ona görə mənə də inkarlar lazımdır. To təsdiqdədir, also təsdiqdədir. Nor do I, neither need I, neither I do. I do bilirik ki, yeri dəyişməliydi, do I olmalıydı. Bəs yaxşı, modaldır, yoxsa əsas? Heç vaxt doesn't-la işlənirsə, modal ola bilməz. Çünki bir dənə have to modal fiili do, does-la işlənir, do, does, did-lə. Qalan bütün modallar özü ilə geri qayıdır. Yəni, burada do, does varsa, demək bu əsas fiildir. Nor do I. Gəlirik bura. Nobody inkarlıq bildirir, düzdür? Nobody deyiriksə, demək mən either axtaracam. Either, sonra to təsdiqdədir, nor. Told keçmiş zamandadır. Mən do yaza bilmərəm. Gəldi qaldı 1 və 2 və 3. Don't da indiki zamandadır. Onu da çıxdım. Nor did I və so did. Nobody inkarlıq bildirdiyi üçün təsdiq cavab verə bilmirəm. Qaldı variantı Y. Gəldik bura. Has özündən sonra feil almayıb. Ona görə cavabı
do doesn't qaytaracağam. Digər variantlar səhvdir. Təsdiqdədir, təsdiqdədir. Ona görə naizə verə bilmirəm. Qaldı D variantı. Gəldik bura. Doesn't-dır. Doesn't deyirik ki, inkardır. İnkar cümlənin sonunda yalnız aizə və at all yazıla bilər. To və also təsdiq cümlələrində işlənir. Burada da baxıram, feil görəsən hansı zamandadır. Əlbəttə ki, she indiki zamanda s alardı. Demək, keçmişdir. Keçmişdirsə mənə lazımdır. Keçmişlər. Sonra axtarıram. She read the whole book. Təsdiqdədir. To və inkar olmaz. Qaldı so did I. To heç vaxt inkarlarla işləmir. Təsdiq cümlələrdə işlənir. Has'dən sonra feil var. Demək cavabı has'lə have'lə qayıdacağam. Do did does'ı silərəm. 1 və 2. Burada təsdiqdir. But'la inkar cavab verə bilərəm. Ana cümlə təsdiqdirsə, naizə ilə qayıda bilmərəm. Gəldik bura. Had to. Had to keçmişdədir və do did does'la qayıdarıq. Çünki had özünə sonra feil almayıb. Gəldik bura. Had'la qayıda bilmərəm. Had'la qayıda bilmərəm. Çünki had to özünə sonra did alan, didlə işləyən modal feildir. Had'dan sonra nədir? Feil gəlməyib. Demək mən burada didlə qayıdacağam. Yalnız və yalnız feil gələrsə mən have'lə had'lə qayıdardım. Ona görə had'ləri çıxaram. Had'ləri çıxaram. So did we did too gəldi. Gəldik bura. Swam keçmişdədir. Demək mənə indiki zamanlar lazım deyil. Swam təsdiqdədir. Mənə naizər lazım deyil. We did also. Also köməkçi və mübtədanın ortasında yazılar. Sonda yazılmır. We also did. Also ortada yazılır demişdik. So əvvəldə, also ortada. To və as well cümlənin sonunda yazılır. Gəldik bura. Nobody var. Nobody nədir? İnkar bildirir. Ona görə təsdiqləri çıxaram. Qaldı inkarlar. İndiki zamandır və modal deyil. Çünki sonuna s artırılıb. Modallara, biz bildik ki, modallar şəxs şəkilçisi almır. Nor needs a deyə bilmərəm. Gəldik bura. Neither needs a deyə bilmərəm. Nor does a deyəcəm. Çünki bu əsas feildir. Modal olsaydı s artırılmazdı onlara. Hasn't got. İnkar bildirir və özünə sonra feil olduğu üçün cavabı has'lə qaytaracağam. İnkar olduğu üçün aizə naizə axtararam, amma aizə əvvəldə yazılmır axı. Həmişə sonda yazılır. Naizə əvvəldə yazılır. Gəldik has, hamısı has'lə qayıdıb. Yuxarıda inkardırsa, batla verilən onun əksi olmalıydı, təsdiq olmalıydı. Çıxdım. İnkara has'lə qayıda bilmərəm. Cousin təkdə olduğu üçün have yox has verməliydik. Neither has his friend. Friend təkdədir, has təkdədir. Ona görə Y variantı düz gəlir. Bu qədər.